Deməli, farsların heç vaxt öz dövlətləri olmayıb. Farsların dövləti necə ola bilərdi ki, bizim orada paytaxt Təbriz olmaqla sülalələrimiz olub. Səfəvlər, Kəddadilər, kimlər, Qaraqoyunlu, axı fars sözü yoxdur burada. Fars sözü yoxdur. 5000 il qabaq fars sözü olmayıb axı. Hansı siyasət işlədi ki, yəni farslar hakimiyyətə gəldi, farslar əllərinə... Farslar Avropanın, başda Rusiyanın olmaqla hakimiyyətə gəldilər. Onlar Qarabağı yaratmaqla, əvvəl orada farslar, hətta Avestada yazılır ki, ey Muğlar, hakimiyyəti əldən verməyin, versöz geri ala bilməyəcək. Bu eramızdan əvvəl kitabda var. Ey Muğlar, yəni ateşpərəstlər, zərdüştlər, siz hakimiyyəti əldən verməyin, hakimiyyəti əldən versöz geri ala bilməyəcək. Buyur, fakt öz yerində. Bəli, belədir. Bizim orada 40 milyon Azərbaycanlı. Orada farslar, bəli, hakimiyyətdə olardı. Hakimiyyətdə olardı. Və 15 milyon fars, 40 milyon Türk idarə edir. O Şünəddinin o vaxt, xaricilər də şəbhə vaxtı Əkbərin belə bir sözdür. Mən eşitdim efirdə. Deyir, o vaxt biz Azərbaycanda 3000 kəşfiyyatçı cəsus var idi. 3000 cəsus bilirsiniz nə demək? Bunlar bütün ideologiyamızı darmadağın edir. İndi də eləyirlər. İndi də eləyirlər. Ən qorxulusu budur. Misal üçün, farslar Azərbaycanlıları, türkləri görsən, onlar deyirlər ki, oxşayırlar axı bir-birinə. Hayes Türkiyiz. Yəni, haysan ya türksən. Hay olanda qucaqlaşır, türk olanda rədd edir. Yəni, bu söz də hardan da olur? Şakir mən, bu düşmənçilik onların içində hardan yenə deyirəm, onlarınki irticaçılıq. Misal, siz təsəvvürünüzə gətirin ki, 30 min qoşun, bunlar tarixdə məlum olmayan Azərbaycanlıları cəzalar verirdilər. Bəli. Vəhşilik. Xocalı faciəsindən... Bəli, samavarı kürəyə bağlamaq. Samavar qədim dövrdədir. Bəli. Kürəyə qaynar bağlayıb qadınların, kişilərin belinə qamçılayır və yandırıb kül eləyirlər. O dövrdən qalıb. Bunların gen yaddaşlarından qalıb. Deməli, ataların baş kəsən olduğuna görə... Mən lüğəti terminlərində tədqiqatçılar analiz eləsin, bütün o əlamətlər, hay sözündə olan hamısı orada oturub. Deməli, o İskəndərin qoşununda necə insanlar var idi? Baş kəsənlər? Ancaq döyüşçülər. Bəli, döyüşçülər idi. Bunlar qorxu bilmir. Agresiv yəni, insanlar. İndi ermənilər özü qorxaqdır. Yəni, o artıq meçləşmiş nəsillər getdikcə zəifliyir də. O genlər